Mütəxəssislərin fikrincə dəfələrlə qızdırılaraq boyat halda yeyilən yeməklər orqanizm üçün ciddi fəsadlara səbəb ola bilər. Qida Təhlükəsizliyi Agentliyinin İnformasiya Təminatı və İnnovativ Həllər Şöbəsindən verilən məlumata görə yumurta, balıq, ət, toyuq, göbələk, mayonez və oxşar riskli məhsullardan hazırlanan yeməklər 2 saatdan artıq süfrədə qalmamalıdır. Həmin qidalar otaq temperaturunda açıq şəkildə saxlanıldıqda və vaxtında soyuducuya yerləşdirilmədikdə sonradan yenidən qızdırılıb istehlak edilməsi tövsiyə olunmur. Çünki düzgün saxlanılma şəraiti olmadıqda yemək qalıqları mikroorqanizmlərin sürətlə çoxalması üçün əlverişli mühitə çevrilir. El arasında boyat plovun daha dadlı olması ilə bağlı fikirlər mövcuddur. Lakin boyat plovun yenidən isidilərək yeyilməsi sağlamlıq üçün təhlükə yarada bilər. Belə ki, düyü bişirildikdə bir çox bakteriyaların məhv olmasına gətirib çıxarılır və həmin bakteriyalar tərəfindən sintez olunan toksinlər isə qida mənşəli xəstəliklərə, hətta zəhərlənməyə səbəb ola bilər. Bu zaman şiddətli ürək bulanma, qusma, bəzən isə qarın ağrısı kimi əlamətlər müşahidə olunur deyə Qida Təhlükəsizliyi Agentliyi də bu barədə açıqlama verdi. Həmin açıqlamada da sizin diqqətinizə çatdırdıq.